Salam, hər vaxtınız xeyir olsun. Dost TV nefrində xoş gördük sizləri. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyət istiqamətindən bəhs edən Dayaq nöqtəsi verilişinə baxırsınız. Bugünkü verilişimizdə mövzumuz 50 təyinatı yeni meyarların tətbiqi sayəsində yeniliklər olacaq və bununla bağlı qonaqlarımızla söhbət edəcək və qonaqlarımız isə təqdim edirəm. 5 saylı Mərkəzi Tibbi Sosial Ekspertiza Komissiyasının sədri Namiq Seyfəddinlidir. Namiq müəllim, xoş gördük sizi verilişimizdə. Mən də sizi xoş gördük. Və eyni zamanda qayğıya ehtiyacı və əlilliyi olan şəxslərə dəstək İctimai Birliyinin sədri Yasəmən Qəyyumludur. Yasəmən xanım, sizi də xoş gördük verilişimizdə. Xoş gördük sizi. Namiq müəllim, hazırda ən çox hansı istiqamətdə əlillik təyinat aparılır və bununla bağlı istərdim giriş edək. Buyurun. Ümumiyyətlə, Nazirlər Kabinetinin 187 nömrəli qərarının tətbiqindən bəri, yəni 2022-ci ilin 7-ci ayın 1-dən tətbiq olunur bu meyarlar. Bütün istiqamətlərdə onlayn şəkildə ərazi üzrə poliklinikalardan forma 88-lər rəsmiləşdirilir və mərkəzimiz tərəfindən qiymətləndirmə aparılır. Hal-hazırda statistik olaraq ən çox müraciət istiqaməti onkoloji xəstəliklər üzrədir. Təəssüf ki, hal-hazırda bu xəstəlik üzrə müraciətlərin sayı çoxdur. Ölkəmizdə bu xəstəlikdən əziyyət çəkən vətəndaşların sayı çoxluq təşkil edir. Digər istiqamətlərdə isə ən çox təşkil edir, deməli, uşaqlarla bağlı serebral difrizlər, autistik xəstələr, əqli geriliklə bağlı əlilliyi olan şəxslərin müraciətləri üstünlük təşkil edir. Və hal-hazırda bu istiqamətdə kifayət qədər bizim geniş meyarlarımız vardır ki, istəyir yəni 1 yaşında uşaq olsun, istəyir yəni 18 yaşından böyük olsun, əgər əqli gerilik və ya autizm diaqnozu təsdiqlənirsə, belə şəxslər üçün müddətsiz əlillik təyinatı aparılır və bundan sonra onlar müvafiq sosial ödənişlərlə və reabilitasiya proqramı ilə təmin olunur. Hazırki meyarların köhnə 413 saylı qərarın meyarlarından üstünlükləri nədir və fərqləri nədir? Əvvəl 413 nömrəli qərardan vətəndaşın 50 səviyyəsində olan bir neçə xəstəlik olsa belə, onlardan daha üstün olan biri götürülürdü. Ancaq bugünkü 187 nömrəli qərarda vətəndaşın bir-birindən fərqli bir neçə xəstəlik 50 səviyyəsindədirsə, bu zaman yüksək olan əlillik səbəbinin və yüksək olan faizi götürməklə digər xəstəliklərin faizi üzərinə gəlir və ümumilikdə orqanizm funksiya pozuntusu faizlə qiymətləndirilir. Yəni, vətəndaşın həm xüsusi səbəbdən, həm ümumi səbəbdən 50 səviyyəsində xəstəliyi vardırsa, bunlar hər biri toplandıqda həm ən yüksək faiz götürülür və faizin üzərinə 10% də digər xəstəliyə görə gəlir və səbəb əlaqəsi üstün olan, yəni xüsusi səbəbdən əlillik səbəbi seçilir. Bu da vətəndaşın xeyri nədir? Həm xüsusi səbəbdən prezident təqaüdü və digər ödənişlərin ödənilməsi, həm də ümumilikdə faizin yüksək olaraq vətəndaşın təminatının yüksək səviyyədə ödənilməsi ilə bağlı qəbul olunmuş çox gözəl qərardan biridir. Və əvvəlki 413 nömrəli qərardan fərqli olaraq 413 nömrəli qərarda 18 yaşına qədər uşaqların ayrıca meyarlarla, 18 yaşından böyük şəxslərdə isə yetkin şəxslər kimi ayrıca meyarlarla qiymətləndirilirdi. Hazırda isə vətəndaşın yaşından asılı olmayaraq vahid meyarlar tətbiq olunur və müddətsiz meyarların sayı əvvəlki meyarlardan dəfələrlə çoxdur. Bu da vətəndaşın ümumi sənədləşmə prosesinin, müalicə istiqamətində müraciətlərinin sayını azaldır və vətəndaş müddətsiz əlillik təyinatı aldıqdan sonra yalnız reabilitasiyasına məşğul ola bilir. Və bu prosedur pilləli şəkildə növbəti xəstəlik olan, əlilliyə müraciət olan şəxslərə də şamil olur. Bəli, bəli. Yəni, artıq 22-ci ilin 7-ci ayın 1-dən sonra müraciət olunan bütün şəxslərə tətbiq olunur. Əvvəl 413 nömrəli qərarla əlilliyi almış və əlilliyin müddəti bitmiş şəxslər də var. Orada meyarlar 5 illik və müddətsiz idi. Yəni, əvvəl əlilliyi almış 5 illik bitmiş şəxslərə artıq bütün müraciətlər 187 nömrəli qərarın tələblərinə tətbiq olunur. Məlumatın verilməsi və maarifləndirilməsi istiqamətində nə işlər görürsünüz? Yəni, bu meyarlar dərkisdə müraciət forması zamanı. Müraciət forması zamanı əvvəlcə vətəndaşa poliklinikadan forma 88 rəsmiləşdirəndə orada vətəndaşın telefon nömrəsi qeyd olunur. Həm poliklinika tərəfindən forma 88 50 sisteminə düşərkən SMS gedir. Həm də yekun qərar verildikdən sonra vətəndaşın mobil telefonuna SMS gedir. Vətəndaş ona təyin olunmuş əlilliklə SMS vasitəsilə məlumatı alır. Bəzən texniki səbəbdən bu məlumatı ala bilməsə, 142 qaynar xəttindən və ya e-sosialdan da girib vətəndaş bu məlumatı əldə edə bilir. Və proaktiv qaydada artıq onlara təqaüd təyin olunur. Yasəmən xanım, Namiq doktorla bu əlillik təyinatı meyarların dəyişməyindən danışdım. İstərdim sizlər də qeyri-hökumət təşkilatı olaraq, həm də İctimai Birliyin sədri olaraq əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasından bağlı nə işlər görürsünüz, hansı addımları atırsınız, elə
Bundan başlayaq. Əlilliyi olan şəxslərin, xüsusilə də fiziki məhdudiyyətli şəxslərin birbaşa həyat tərzinin tənzimlənməsində vacib olan bir mövzudur. Təşəkkür edirəm bu mövzuya görə. Təbii ki, bir qeydi sektorunda demək olar ki, bu istiqamətdə bir çox qeydiyyələr fəaliyyət göstərir, ictimai birliklər fəaliyyət göstərir. Bizim əsas məqsədimiz adımdan bəlli olduğu kimi qayğıya ehtiyacı və əlilliyi olan şəxslərin yanında olmaq, onların mövcud problemlərin həlli istiqamətində birbaşa yardımcı olmaqdır. Bu, müxtəlif istiqamətlərdə olur, müxtəlif sahələrdə olur. Xüsusilə də biz ən önəmi ona veririk ki, çünki o artıq cəmiyyətimizin həssas təbəqəsi olduğu üçün biz əlillərin cəmiyyətə düzgün inteqrasiyası istiqamətində müxtəlif cür layihələr həyata keçiririk. Bu layihələrin də əsas məqsədi onları həyata bağlamaq, onların əlindən tutmaq, irəli aparmaq, onların məşğuliyyətini təmin etmək, bacarıqları istiqamətində onların məşğuliyyətinə bir dəstək verməkdir. Və biz bir daha rahat oluruq ki, bir təşkilat rəhbəri kimi və ümumiyyətlə kollektiv şəkildə çalışmamızın bir nəticəsi olur ki, biz hər hansı bir fiziki məhdudiyyətli şəxsin maraq dairəsini ortaya qoyuruq və onların hansı istiqamətdə bacarığını, hansı istiqamətdə məşğuliyyət seçimini biz aşkarlayırıq və bu istiqamətdə bizim həm layihə çərçivəsində və yaxud da ki, elə onlara bizim qayğımız çərçivəsində onların kəşf edirik. Belə də ki, kəşf edirik ki, bu hansı formada biz bu əlilləri cəmiyyətə daha doğru düzgün şəkildə inteqrasiya edə bilərik. Yəni, söhbət dayaq və kömək tərəfdən gedir. Həm də əlçatanlıq təmin olunsun, bəli. Dayaq oluruq, onlar ümidlənirlər, bir daha onlar stimul alırlar ki, biz varıq. Məsələn, elə uşaqlar bizim görüşümüzə gəlir ki, onlar kalyaskadadır, amma onların elə gözəl əl işləri var ki, biz onların sərgilərini təşkil edirik, onlara bir stimul veririk ki, bəli, onların baxış istiqaməti dəyişir ki, yox, mən əlil deyiləm, mən bugün Yasəmən xanım kimi hansısa bir işin öhdəsindən gəlməyi bacarıram. Əlçatanın təmin olmasından danışdıq Yasəmən xanımdan. İstərdim, siz də bayaq meyarlardan danışdıq və hansı istiqamətdə meyarlar dəyişikliklər olur və eyni zamanda həmən suala bir də qayıtmaq istəyirəm ki, yəni yaxın gələcəkdə əlillik təyinatında hansı dəyişikliklər nəzərdə tutulur? Ümumiyyətlə 22-ci ilin 13 may qəbul olunmuş 187 nömrəli qərar, 413 nömrəli qərardan 5 dəfəyə yaxın meyarların sayı çoxdur. Burada adı çəkilməyən çoxsaylı xəstəliklərin adının meyarlara salınması, ayrıca onlara bəndin ayrılması və hər birinin xüsusi faizlə qiymətləndirilməsi bu vətəndaşların xeyrinə qəbul olunmuş çox böyük bir qərardır. Ancaq bu qərarın özünün də təkmilləşməsi istiqamətində hal-hazırda işlər davam etdirilir. Biz həm əlillik siyasəti şöbəsi ilə, həm Nazirlər Kabinetinə ümumilikdə yenidən 180 nömrəli qərara bir neçə dəyişikliklər və əlavələrlə bağlı təklifimizi hazırlayırıq. Bu təkliflər içərisində bəzi xəstəliklərin artıq müddətinin müddətsiz olaraq qəbul olunması, bəzi xəstəliklərin 1 illik, 2 illik faizinin 5 illiyə qədər qaldırılması və bəzi patologiyalar vardır ki, onların artıq faizini o rast gəlindiyi halda faizin artırılması, yəni xüsusi incəliklər vardır ki, bunlar praktikada üzə çıxır, vətəndaşlar müraciətlər əsasına çıxır ki, yəni belə vətəndaşlar da var. Onlar mütləq şəkildə nəzərə alınmalıdır. Və qəbul olunan bütün qərarlar vətəndaşların xeyrinə olaraq qəbul olunur. Yəni ki, hər biri vətəndaşların istiqamətində, onların xeyrinə istiqamətdə atılmış bir addımdır. İnşallah Nazirlər Kabineti tərəfindən bu qərarlarımız, bu təkliflərimiz artıq qəbul olunarsa və qanuna əlavə olunarsa, bu düşünürəm ki, vətəndaşların xeyrinə olan bir qərar olacaqdır inşallah. Və tək bu istiqamətdə yox, protez ortopedik məmulatların inkişaf etdirilməsi istiqamətində, reabilitasiya xidmətlərinin təkmilləşdirilməsi istiqamətində də hal-hazırda müvafiq işlər aparılır. Yəni, agentliyimiz daim təkmilləşmə istiqamətindədir və əlçatanlıq mövzusunda onu deyə bilərəm ki, bizim tez-tez təbib əməkdaşları ilə, onların rəsmiləri ilə rəsmi görüşlərimiz keçirilir. Bu forma 88-lərin doldurulması, həm təbib tərəfindən sənədləşmə prosesinin asanlaşması, vətəndaşın daha az, belə deyək ki, xəstəxanaya müraciət eləyərək, daha az məkanları gəzərək vətəndaşın əlilliyini alması istiqamətində müəyyən ortaq işlərimiz aparılır. Burada elektron epikrizin hazırlanması və s. daxildir ki, bu işlər gedir və yaxın gələcəkdə daha operativ qaydada, daha proaktiv qaydada, daha səmərəli şəkildə vətəndaşlar, əlilliyi olan şəxslər rahat şəkildə əlilliyini ala biləcəklər
Yəni bu işlər həm nazirlik səviyyəsində, həm agentliyimiz səviyyəsində daim prioritet olaraq seçilir. Yasemin xanım, bayaq dayaq, diqqət və əlçatanlıq təmin olunmasından danışdınız, məlumat verdi. İstərdim ki, əlilliyi olan şəxslərin məşğuliyyəti ilə bağlı, yəni onlara gələcəkdə hansı istiqamətdə onlara dəstək olmaq istəyirsiniz və onların ümumiyyətlə məşğuliyyət istiqamətində dəstəyi necə görürsünüz və bu istiqamətdə necə kömək edirsiniz onlara? Təşkilat olaraq mütəmadi şəkildə reabilitasiya mərkəzlərində oluruq və orada əlillərin həm müalicəsi, həm də məşğuliyyətinin təminatı ilə bağlı maraqlı işlərlə rastlaşırıq. Çünki orada tək müalicə olunmurlar. Eyni zamanda onların maraq dünyasına, onların qabiliyyətinə uyğun məşğuliyyətlər təmin olunur. Kimisi toxuculuqla məşğul olur, kimisi rəssamlıqla məşğul olur, kimisi yəni oxuyur, kimisi yaxşı yazır, kimisi yaxşı şeir deyir, kimisi yaxşı mahnı oxuyur, kimisi yaxşı musiqi alətlərini ifa edir və bu onların məşğuliyyətinin təminatıdır və biz tək bunu şəhərdə deyil, əksər hallarda mən bu istiqamətdə rayonlarımıza gedirəm və oradakı əlillərimizin bizim kimi yəni insanlara böyük sosial ehtiyacı var. şəbəkələrdən də izləyirəm. Siz məsələn görüşləriniz tez-tez olur və əsasən bölgələrə daha çox Bölgələr, gedirsiniz. çünki onların yəni bu cür qayğıya, diqqətə çox böyük ehtiyacı var. Sağ olsun Namiq həkim vurğuladı ki, bu əlillərin yəni bərpası, onların sənədlərinin daha üstün formada təkmilləşdirilməsi istiqamətində böyük işlər görülür. Mən bunu alqışlayıram. Onlar düşünməsin ki, biz bölgələrdəyik, bizi axtaran, bizi sayan, tamamilə dövlətimiz sağ olsun onlara öz diqqət və qayğısını mütəmadi olaraq lazımi şəkildə düzgün formada həyata keçirir. Biz isə onlara bir dəstək olaraq bir təkan veririk. Onların bu istiqamətdə maraq dünyasına baş vururuq və biz bildiyimizi, bacardığımızı tətbiq edirik bir QHT kimi. Vətəndaş Cəmiyyəti İnstitutu olaraq bu görüşlərim zamanı bölgələrdə aşkarladığım bir şey oldu ki, yəni onlar həm müalicə olmaq istəyir, müayinə olmaq istəyir, eyni zamanda məşğuliyyətlərinin təminatını istəyir. Çünki reabilitasiya mərkəzlərində müalicələrlə yanaşı məşğuliyyətlər də onlara aşılanır. Namiq həkim, müddətli təyin olunmuş əlilliyi olan şəxslərin bəzən əlillik müddəti uzadılır və bu hansı səbəb olur və nəyə əsasən uzadılır? YUSSİ-nin nömrəli qərarın tələblərində müddətli göstərilmiş əlillik meyarları vardır ki, bunlara 1 il, 2 il və 5 illik meyarlara aiddir. Burada həm reabilitasiya potensiallı, həm də xəstəliyin proqresivləşməsi gözlənilən bəzi xəstəliklər qrupu vardır ki, bunlara müddətli əlillik təyin olunur. Reabilitasiya potensiallı xəstəliklər 1 il, 2 il ərzində dinamik müşahidə olunur və əgər xəstəlikdə yaxşılaşma, müsbət dinamika və reabilitasiya, tam reabilitasiya izlənilərsə, o müddəti artıq uzadılmır. Ancaq bəzən xəstəlik vardır, misal onkoloji xəstəliklər vardır ki, burada 4-cü mərhələ istisna olmaqla digər bəndlər üçün müddətli əlillik təyinatı var. Onkoloji xəstəlik diaqnozu qoyulmuş şəxslərdə tam sağalma təbii ki, biz onu qeydə ala bilmirik. Ancaq xəstəliyin proqresivləşməsi, yayılması nəzərə aldığından 2 ildən bir dinamik müşahidə məqsədi ilə bu meyarlar 2 illik tətbiq olunur. Və əgər 2 ildən sonra yenidən vətəndaşda davam edən bir patologiya aşkarlanırsa, bu 2 il deyil, 1 il, 5 il, yəni müddəti bitmiş vətəndaşın əlilliyi müddəti bitəndən sonra yenidən onda davam edən patologiya, davam edən xəstəlik aşkarlanırsa, onun müddəti meyarlara əsasən yenidən tətbiq olunmaqla uzadılır. Amma bəzi xəstəliklər bayaq qeyd etdiyim kimi reabilitasiya potensialıdır. Bunlara dayaq hərəkət aparatının sümük patologiyanı deyə bilərik ki, məsəl üçün sınıqlar, yalançı oynaqlar bir müddətdən sonra bitişərək fəaliyyəti bərpa edə bilər. Osteomeritlər remissiya ola bilər və s. kimi. Xəstəliklər artıq bərpa olunursa, reabilitasiya olunursa, onların müddətini uzatmağa qanunan artıq əsasımız olmur və reabilitasiya olunmuş şəxslər sayılırlar. Və bunlarda müddət uzadılmır? Xeyr. Əgər müvafiq meyarlarda hazırki durumu ilə bağlı meyar vardırsa, biz onu tətbiq edirik. Amma hazırki durumu, misal üçün, bitişmiş qeyri-düzgün və ya düzgün bitişmiş bir sümüdür. Bunun üçün hər hansı bir meyar yoxdur. Amma 1 il əvvəl onda artıq bitişməmiş yalançı oynaq var idi. O artıq aradan qalxıb. Deməli, həmin dövr ərzində, xəstəliyin davam etdiyi dövr ərzində vətəndaş əlillik sayılır, amma bugünkü günə əlillik səviyyəsində deyil. Yasemin xanım, ümumiyyətlə, fitri istedadların kəşf olunması istiqamətində bu yeni layihələrdə nə işlər görürsünüz? Yəni, qeyri-hökumət təşkilatları olaraq və eyni zamanda İctimai Birliyin sədri olaraq. İstedadlı əlillərin yəni, cəmiyyətə tanıtımı. Bu istiqamətdə biz daha çox işlər gördük. Yenə də biz müxtəlif rayonlarda olduq. Kürdəmirdə olduq, Beyləqanda olduq, Gədəbəydə olduq və bu
səfərlərimiz zamanı istedadlı şəxslər, xüsusilə də fiziki məhdudiyyətli şəxslərin istedadlarının aşkarlanması və onların cəmiyyətə tanıtımı. Elə bu yaxınlarda mən Bakıda, Bakı kəndlərinin birində yaşayan bir qızın müraciəti əsasında mən həmin xanımın ünvanında oldum. O xanım bizim Əlillərin Bərpa Mərkəzində müəyyən müddət yaşadı, müəyyən müddət orada qaldı, müalicəsini aldı və məşğuliyyətini orada tapdı. O, toxuma ilə məşğul olmağa başlayıb, öz müəllimlərinin belə adını orada böyük ürəklə, sevgi ilə vurğuladı ki, sağ olsun bizim Nigar müəllim, digər müəllimlərini böyük təşəkkürünü bildirdi ki, mən orada özümü tapdım, mən orada məşğuliyyətimi tapdım. Müalicəmlə yanaşı öz bilik və bacarığımı aşkarladılar. Mən o bilik və bacarığım istiqamətində öz məşğuliyyətimi təmin etmiş oldum. Yəni, sizi inandırım ki, o elə gözəl toxumalar toxumuşdu, elə muncuqlardan, müxtəlif cür əşyalardan. Deyərdim ki, bəlkə də sağlam insanlar onun heç birini həyata keçirə bilməzdi. Yəni, o qədər həvəsi var. O qədər həvəsi, marağı. Məsələn, muncuqları rəngi, balacalığı, böyüklüyü, onların bir-birinin ardınca necə düzülməsi, sapa necə. Məsələn, mənim 2 gözüm görür, amma onun 2 gözü 2 yaşından görmür. Avtomobil qəzasında o 2 gözünü görmə qabiliyyətini itirib. Amma buna baxmayaraq o muncuqları bir-birinin ardınca elə düzür, sanki 2 gözü görmüş kimi. Bu, onun bu məşğuliyyətini məhz reabilitasiya mərkəzində tapıb. Yəni, ona bunu öyrədiblər və çox belə mükəmməl şəkildə də mənimsəyib və artıq bir məşğuliyyətə çevrilib. Biz onun sərgisinin keçirilməsini nəzərdə tutmuşuq. Düzü, mən onun bu işlərini sosial şəbəkələr vasitəsilə insanlara tanıtdım. Hətta bir neçə insanları həmin xanımın yanına cəlb etdim və onun o toxuduğu həmən o məhsullardan aldılar və ona böyük bir motivasiya gəldi ki, mən artıq qazanc qazana bilirəm. Yəni, bu da böyük uğurdur. Yəni, onlar bir daha sevinirlər ki, biz cəmiyyətdə varıq. Bizim də məqsədimiz budur ki, bu mənim hər zaman fiziki məhdudiyyətli şəxslərin üzərində böyük bir şüarımdır ki, siz bizlərdən birisiniz. Aydındır, çox sağ olun. Elə bu istiqamətdə, bu sayədə də uğurlarınız bol olsun. Vətən müharibə iştirakçılarının 50 təyinatı gələn il bəzilərinin başa çatmaq üzrədir. Və bu istiqamətdə hansı işlər görüləcək və yeni nələr tətbiq olunacaq? Yəni, bu təyinatın başa çatmasına bağlı hansı işlər görüləcək və nələr artırılacaq, nələr dayandırılacaq da belə deyil. Bəli. Bildiyiniz kimi, Vətən müharibəsi bitdikdən sonra 21 və 22-ci ildə artıq 413 nömrəli qərar hələ qüvvədə idi və buna görə də bəzi Vətən müharibəsi əlillərimizə 5 illik 413 nömrəli qərarın tələbindən 50 təyinat aparıb və bunların əksər hissəsi 2026 və 27-ci ildə müddəti bitəcək. Və bunu qeyd edə bilərəm ki, bəzi xəstəliklər, bəzi travmalar vardır ki, bunlar həm somatik, həm psixi durumdan, nevroloji durumdan asılı olan xəstəliklərə aiddir. Bunların reabilitasiya potensialı vardır. Yəni ki, baxın, istər periferik sinirlərin zədələnməsi olsun. Bunlar reabilitasiya mərkəzimizdə daim qazilərimiz özünüz də bilirsiniz ki, daim müraciət edirlər və onlar öncəlik təşkil edərək həm reabilitasiya mərkəzlərindən müalicələrini alırlar. Və zaman özü də bəzi xəstəliklər üçün təbii ki, reabilitasiya mənasını daşıyır. Nə mənada? Misal üçün, psixi xəstəliklərlə bağlı müraciət edən şəxslərdə bu post-travmatik stres pozuntusu və bunun davam edən təzahürləri ilk bir neçə il ərzində bu özünü daha çox biruzə verir. Bu, yəni, tibbi əsaslarla göstərilmiş bir şeydir. Bir neçə il ərzində daha bariz şəkildə özünü biruzə verir, amma zaman keçdikcə artıq bunun əlamətləri get-gedə sönür. Həm burada müalicənin tətbiq olunması, həm cəmiyyətə adaptasiyanın olunması, reabilitasiya olunması yəni rol oynayır. Ona görə artıq ümumilikdə 5 ili əlillik almış şəxslər 413 nömrəli qərarla yox, artıq 187 nömrəli qərarın tələblərindən qiymətləndiriləcəklər və əksəriyyəti bizim mərkəzimizdə operativ şəkildə onlayn yox, canlı şəkildə qurulmuş komissiyalar tərəfindən canlı baxış nəticəsində bu əlillikləri bir daha gözdən keçiriləcək və həqiqətən 5 ildən sonra davam edən bir patologiya vardırsa, bu mütləq şəkildə qanunvericiliyin tələblərindən yenidən tətbiq olunacaq. Amma dediyim kimi, şəxsən... Yəni, üzrsən, bu istiqamətlər təkrar qiymətləndirmə müraciətlərin əsasına baş verəcəklər. 5 il müddəti başa çatdıqdan sonra poliklinikadan yenidən forma 88-nə müraciət edəcəklər və əyani müayinə olunduqdan sonra mərkəzimizdə bir daha qanunvericiliyin tələblərinə uyğunluğu qiymətləndiriləcək. Amma əksər, misal üçün, şəxsən tanıdığım və ya bildiyim reabilitasiya olunmuş çoxsaylı qazilərimiz vardır. Yəni, əvvəlki statistikada hal-hazırda 4270 nəfərə biz ümumilikdə əlillik təyinatı aparmışıqsa, bu artıq əlilliyi bitən şəxslərin əksəriyyətində reabilitasiya potensialı olduğundan, yəni bu rəqəmlərdə dəyişmənin gözlənilməsi,
qanunvericiliyə əsasən gözlənilən bir şeydir. Amma hələ də davam edən bir patologiya olarsa, bu 180 nömrəli qərarın tələblərini yenidən qiymətləndiriləcək. Aydındır, Namiq həkim. Çox sağ olun və xatırladım ki, bizə ayrılan efir vaxtı başa çatmaq üzrədir. Hər ikinizə təşəkkürümü bildirirəm. Hörmətli tamaşaçılar, xatırladıram ki, Dayaq nöqtəsi verilişinin qonaqları 5 saylı Mərkəzi Tibbi Sosial Ekspertiza Komissiyasının sədri Namiq Seyfəddinli. Namiq müəllim, bir daha təşəkkür bildirirəm. Sağ olun. Siz sağ olun. Və eyni zamanda qayğıya ehtiyacı və əlilliyi olan şəxslərə dəstək İctimai Birliyinin sədri Yasəmən Qəyyumlu idi. Yasəmən xanım, siz də sağ olun bizim verilişə gəldiyiniz üçün. Siz Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyət istiqamətindən bəhs edən Dayaq nöqtəsi verilişinə baxırdınız. Sağ olun.